Mən çoxuşaqlı ailədə həm də 12 ildən sonra dünyaya gəlmişəm. Yəni mən artıq anadan olanda mənim 2 qardaşım və 2 bacım var idi. Qardaşım artıq əsgərlik yaşına çatmış. Məndən böyük bacımın isə 12 yaşı var idi. O birisi bacımla qardaşımın birinin 16, birinin isə 14 yaşı var idi. Mən dünyaya gələndə onların hamısı dalaşsalar da, küssələr də, mən Allahın hədiyyəsi kimi ailəmizə gəlmişəm. Deməyim odur ki, mən anadan olanda artıq mənim böyük bacılarım var idi və onlar ev işlərini onlar görürdülər. Bir müddət sonra anam işləməyə başlayandan sonra artıq böyük bacım ən çox evdə iş görürdü. Daha sonra artıq qardaşlarım da böyüdü, evləndilər, evə gəlinlər gəldi. Mənim yenə də iş görməyi yəni elə bir fürsət olmadı. Ondan sonra da artıq bacılarımın uşaqları oldu, qardaşlarımın uşağı oldu. Mən apar gətir. Birini bağçaya apar, birini məktəbə apar. Elə mənim uşaqlığım keçibdir. Bəzi uşaqlarla aramızda olub 9-10 yaş fərqimiz olub. Yəni deməyim odur ki, mənim evdə iş görsün, nəsə bir şeyi dərindən öyrənməyə elə fürsətim olmayıb. Çünki evdə həm gəlinlərimiz olub, həm bacılarım olub. Yəni mənə elə fürsət qalmayıb. Sadəcə biz artıq atamla, böyük qardaşımla bir yerdə yaşadıkdan sonra bir müddət başladım onda da iş görməyə, ondan sonra da artıq ailə həyatı qurdum və külfətli ailəyə gəlin getdim. Onda da onu et, bunu et, hələ əlimdən gəlmirdi. Bişirdiyim yeməklər çox dadsız olurdu. Bəzən tomatlı çox edirdim, bəzən sup bişirəndə vermişirini və yaxud da düyüsünü çox edirdim. Yəni 1 qram da əlimdə dad yox idi. Son 10 ildə artıq həqiqətən özümdə o dadı kəşf etməyə başladım. Əvvəlcə tortlarla başladım, şirniyyatlarla başladım. Bundan əvvəlki videoda da qeyd elədiyim kimi şirniyyatlara reseptlərinə çox baxırdım və fürsət olduqda az-az bişirirdim. Doğrudan da şirniyyatlar əlimdə çox gözəl alınırdı. Yeməklər elə dadlı alınmasa da, amma şirniyyatlarım çox gözəl alınırdı. Ondan sonra artıq başladım tort satışı etməyə. Tort satışı etdikcə buradan da başladım yeməklərlə maraqlanmağa. Hər gün bir resept, hər dəfə fərqli bir şey. Getdikcə daha da sanki əlim dadlandı. Artıq hər şeyin ölçüsünü bilirdim. Heç nəyə ehtiyac yox idi. Kimdənsə gedib mən filan qədər qazana nə qədər düyü töksəm olar artıq soruşmurdum. Öz əlim, öz başım idi. Biz sonra köçdükdən sonra, artıq öz evimizə köçdükdən sonra isə artıq hər şey daha da sanki mükəmməl oldu. Biz yeni evə köçməklə yeni ev sanki mənə yenidən həyat verdi. Çünki o qədər alınmayan şeylər bu evdə alındı ki, o qədər bir şeyə sevinirəm ki, evimizin ilk sakini biz olmuşuq. Yəni bizdən əvvəl burada heç kəs yaşamayıb. Buranın elə aurası da bizimlə başlayıb, məncə gözəl günlər də bizlə başlayıb, inşallah ki, bizimlə də davam edəcək. İnsanın öz əli, öz başı olması əslində bir tərəfdən yaxşıdır, bir tərəfdən pisdir. Nəyə görə? Nədənsə lazım olanda, nəsə kömək lazım olanda sənə qalırsan belə. Amma öz əlin öz başına olanda öz işini də bilirsən ki, nədən başlamalısan, nədən etmirsən. Çünki bəzən insanın başının üstündə biri dayananda, biri yox bunu etməlisən, bunu etməlisən deyəndə insanın işi onda da alınmır. Ona görə bir tərəfdən həm yaxşıdır, amma köməyə gələndə bəzən də pisdir. Artıq burada öz evimin sahibəsi özüm idim. Nəyi hara qoyacağımı, nəyi hardan götürəcəyimi, necə yerləşdirəcəyimi, hansı zövqlə bəzəyəcəyimi artıq bu sırf mənə aid idi. Bu evin ümumiyyətlə mən xəyalını o qədər qurmuşam ki, çox illər. Məsələn, videolarıma baxanda deyirlər ki, nə bəxtəvərdir, hər şey var. Vallah birdən-birə heç nə olmur. Necə ki, bəzi videolarımda xanımlar yazıblar ki, məndə də olsun. Kaş ki, bundan yaxşıları sizin olsun. Vallah tam səmimi arzulayıram. Sadəcə insanlar da bir şeyə çatmaq üçün inanın çox əziyyət çəkirlər. Hər şey birdən-birə olmur. Deyirlər ya Moskva birdən Moskva olmayıb. Bax bu da onun kimi. Bu günlər zalı tökmüşdüm. Ruslar demiş o tido yığışdırdım. Onu da sizinlə paylaşmaq istədim. Qısa da hekayəmi sizinlə paylaşmaq istədim. Bugün isə məndən bu qədər. Hələlik.